Böyle olmasa Peygamber'in kelamı var. Buyurur ki vaktiru kibarakum varhamu sigarakum. Peygamber böylelere asaklara ehtiram edin, hürmet edin. Kiçiklere de rəhm edin, mərhəmətli olurlar. Mən bir söz buyurdunuz, bizim Quzolma məsələsində də ahıllar edilirlər, kənd dilinin bizə qozalar edilirlər, ahıllar edilirlər, orada Sovet vaxtından var. Mən bu nüansı sizdən burada qeyd edeyim. Biz Sovet vaxtından var burada. 94-cü ildə isə orada köməklik olurdu. Kim eksan verirdi, alırdılar, paltar verirdilər, yemək yaparırdılar. Yəni, Ulu öndərimizdən sonra hal-hazırda da, indi laf yüksək səviyyədədir. Hal-hazırda da Ali Başkomandanın, Mehriban xanımın göstərişinin elə yüksək səviyyədə orada teşkil olunub qocalara xidmət ki, ahılların ki, təsəvvür edib, heç nə qabul eləmirlər. Çox yüksək səviyyədə onlara xidmət olunur, dövlətin qaydısı. Bu bizim üçün çox mühüm bir dəyərdir. Mən onun şahidiyəm. Mən hərdən gedirəm, elə yüksək səviyyədə xidmət var, elə qulluq var. Bir tamamda heç də qabul eləmirlər, özləri yüksək səviyyə. Bu bizim üçün doğrudan da böyük bir nemətdir. Çünki belə bir atalar misalı var. Ulu sözdən ulaq asıyan uluya oluyarlar. Çünki ağsaqqallarımız biz məktəbə gedəndə öyle deyirlər bizə ki, yolda gördüyünüz yaşlı adamlar var. Əyləşirlər, söhbət edirlər. Ulağın qabağından keçmiyor. Yolunuzu değişmiyor. Yaşlı adamları görəndə deyirlər biz ki, məktəbə olan papaq oyunu gedirdirlər. Deyirlər ulağı gördünüz, böyükləri papağı çıxardın, farağat yanın. Ta ulaq keçsin, hərəkət edin. Yəni doğrudan da böyükün, mən bir neçə nüansı sizin yanınızı salmaq istəyirəm. Elə Peyğəmbər Əleyhisselamın özünün buyurduğu kəlamı kimi Peyğəmbərin bir dənə səhabəsi olub, Həbib İbn-i Məzahir adında. Çox mömin bir insan olub, Peyğəmbərin dostu olub. Peyğəmbər dünyasını dəyişəndən sonra Həzrət Əliyə qulluq edir. Ta yaşlanıb gəlib 80 yaşına satır. 80'dir. Bu tarixdə var, kim istəsə bunu oxuyurlar. 80 yaşında Peyğəmbərin nəvəsi İmam Hüseyin Əleyhisselamı Kərbəlada alırlar bu hasılı. Xəbər tutub deyirlər, sənin dostun Peyğəmbərin nəvəsini Kərbəlada şəhid eləmək istəyirlər, düşmən alır. Bu 80 yaşında Peyğəmbərin dostu sahabəsi Həbib İbn Məzahir giyinir paltarlarını, özdə biraz cəngavər adam olur bu yaşda. Gəlir Kərbəlaya, İmam Hüseyin Əleyhisselamla görüşür, deyir ona ki, sən göşkənmisən, sən yaşlısan, mən razı olmaram, qayıt qana. İmam Hüseyin deyir ona. Mən heç vaxt qabul edəməm, sən 80 yaşın var sənin. Deyir, sən köpüyə gəlmişəm, bu işdən olarlar. Deyir, yox, mümkündür. Mən sənin babamla dost olmuşam. Baxmayarım, mən qocalmışam. Ancaq mən gəlib səni müdafiə edəməliyəm, şehid olsun müdafiə. Neyse, gücdən bəlanın icazı bir bahsedindən meydana gələndə yazırlar ki, bir dənə belə alnına parça bağlayın. Alnına belə parça bağlayın. Sual verirlər ki, alnına ne üçün parçanı bağlansın? Özü parçanı elə bağlayın ki, qaşları görsənir. Bir düşmənin üstünə gedirəm, qoca kişiyəm mən. Bağlamışam, qaşlarını bir bağlamışam, görməsinlər alnı qaşlarını, mənə qoca görməsinlər. Görməm, gedir canlı fəda edir, indi şehit olur. İndi fikir ver, bir dənə böyük alim yazır ki, onu bir nəfər yuxuda görür. Bir göğe behiştedir, bir üstündə şehitlərimiz behiştedir. Hal-hazırda demək olar ki, 27 sentiyabır, olmaya orada 44 günlük müharibədir. Deyir ki, onu görüb behişdə. Bizim də Peyğəmbərdən bir hədis var beləmsin ki, bundan soruşurlar behişdə, o alim bundan ki, behişdən yüksək əla yer yoxdur. Ona sual verirlər ki, sən ki behişdəsən ha, hər şey var burada. Dünyaya gəlmək istəyərsən, deyir ki, heç kim de behişdə daxil olsa, heç kim behişdən çıxmaz, heç kim. Bir dənə dəstədən başlar. Kim behişdə daxil olsa, ona sonra behişdən çıxıb dünyaya çıxmaz. Bir dənə şehitlərdən başlar. Bu 44 gün müharibimizin şehitlər oldu ya. Şehitlər istəyərlər. Şehitlər hətta behişdə də olsa yalvararlar ki, bizi icazı verin, gedək bir dənə şehid olacaq. Qeydə gələk bir dənə şehid olacaq. Çünkü biz şehadetin lezzetini bilirik. Gör ne kadar məqamları, bu 44 gün müharibədə ne kadar şehitlerimiz var. Allah onların ruhlarını bize duacı etsin. Həmin Həbib İbn Məzahirdən soruşurlar ki, sənin ne arzun var? Bir gecədən dünyaya getmək,
və haqq olan insanlara kömək edin, gəldi şəhid olmayın. Və bu nöqtəyi nəzərdən bu düşür mənim yadıma çatdırdığınızda bir dənə bir qoysanız deyim, Tarım Minəz, yol meclisi, qonaqlarımız var, əziz insanlar. Mən sizi dinləmək istəyirəm. Mənim bir dənə dostum var, qazıdır. İndi burada əyləşənlərin çoxsunun dostumuzdur. Onu tanıyır. Səngərdə ayağına güllə deyil, əsamən gecir hal-hazırda. Mən bilmirəm, Xəyala xan deyəsə onu dəvət edəməyim. Ya onu deyəcəm. Ya da ki, öz problemi olur. Çox məntiq. Mən bu ilə bir həftə yemək yeməsəm, yemək mənəvi qidadır ki, yemək maddi qidadır. Bir həftə mən yemək yemərəm bu söhbətə görə. Hələ bir qida gəlir mənə, mənəviyyatı doyuram. Dedi mənə ki, çox dostumdur mənim də Hacı Həsən Hüseyni. Reşidən kitabların müəllifi. Qazıdır, Zəngilanlıdır. Zəngilanda demək, döyüşdə, səngərdə yaralanır. Hal-hazırda əlildir. Kitabları var, neçədə. Mən bunu etmək edildi. Xəbər tutsun, 84 danışmışam bunu. Mən səhərci danışmışam. Özümdən icazəsiz danışıram. Bu birinci dəfə. O mənlə bizimlə dostlardır, Xəyalı xandır, tanıyır. Qısa deyirəm, özü də seyiddir. Seyirəsəniz. Bir gün mənimlə oturdu, söhbət edəndə dedi ki, buna sağ ol, qəhrəmansan sən. Özün vuruşursan, güllə deyib əyağa, neçə il xəstəxanada yatır. Üzüzsə. Əmindir də, hökumət onun necə lazım, başım verib var. Sən dedi, yox, mən bir sənin söz deyim. Mən qəhrəmanım. Hər kimində olsa, istər-istəməz deyər ki, sən gəldi olmuşam. Olur da insandır, vuruşmuşam, güllə deyil mənə, gezmiş. Bu öyle demir. Deyir ki, bu güllə ona görə deyil, mən qəhrəmanlıq edim. Deyirəm, nəyə görə? Heç özüm üçün deyir, lecət edib bu söz ki, uçuram ələ bilməm. Dedim, mən cavan olanda, biz avtobusa gedirik. Olur da cavan. Avtobus olur, bezəndən yaşlı adam gəlir. Bizdə qanun ki, qocanın ölməkdir, saqqala yaxşı saxlamıyorlar. Böyle duraya gelmişim. Bu bizdə mütləq. Bir cavan olmuşam, nadan olmuşam, anlamamışam. Yaşlılar gəlib bir yanında yatsa, mən başqa olarım, çiğnəyə görə yatmışam. Özümü yuxuluğa verirəm ki, daha mənə deməsinlər, görmüşsən, saqqal yanında, yuxuluğa verirəm, özümü belə şişəyə çörək başımı qoyuram, gözlərini az yatmamışam. Bir elə işlər eləmişdim, cavan var, gəl bax. Mən onda başa düşdüm, güllə əyağıma deyil, orada başa düşdüm Allah-u Teala, bu əyağını sən dincədirdin, qalxmırdın ayağa, saqqallar yanmışdı. Axıllar özləri müqəddəsdirlər. Axıllar bizim valideynlərimizdirlər. Böyük gəlir, böyükdür. Bəs bu cəzanı mənə verib Allah. Bu nə keçib deməsə? Rəqam deyər ki, mən vuruşdum, atdılar güllə. Yox, o öz bir ən böyük insanlığın uca mərtəbəsi etirafdır. İnsan həqiqidir. Görün adı Pakistan'dır ki, öz bizim nüqsanını deyib, cəzası deyib, buna görə deyə əyağından vurdular. Bu əyağlarını sən dincədirdin, yaşlılar yanmışdı, sən onlara hörmət edəmədin. Ona görə deyə Allah cəza verir, mən də başa düşmüşəm, düzələməmişəm. Gör, insan öz həqiqətini necə deyir, biz bundan ibrət götürməliyik də. Allah sizdən razı olsun. Buna görə İmam Allah özü də, Peyğəmbər özü də, imamlar özü də. Gəl də biləm sizə. Ağsaqqal hər millətdən olsun, hörmətini saxlamaya lazım. Ay bu Rusdur, bu nə bilim filandır, olmaz. Qonşudur, ağsaqqaldır, yaşlıdır, ehtiramını saxlamaya. Hətta mən bir hədis oxudum, onun Cəlaləddin Rumi olur, böyük alim. Məsnəvisi var orada. Məsələn, böyük məşhur insan deyə, bu ilə qarıram, axırıncı sözüdür. O yazır onu. Məsnəvidə yazır, məsnəvi mənəvi, azadlıqda. Orada yazır ki, Həzrət Əli sübh namazına gedirdi, Peyğəmbərin sağlığında. Sübh namazı meclisdə qılırdı. Həzrət Əli gecikirdi sübh namazı. Çünki sübhün vaxtı var da, gülçüsü sübhün vaxtı yedir. Peyğəmbər də sübhdə namazı başlayır. Gecikirdi Həzrət Əli, gördüğündə ağsaqqal gedir qabağında. Fikir ver ha, Həzrət Əli imamdır, Peyğəmbərdən sonra ikinci şəxsi. Gördüğündə yaxşı kişi gedir qabağında. Fikirləşdi ki, ağır gedir o. Deyir ki, mən bunu görsəsəm namaza geciksən. Yox, keçsən də bir ədəbliydir. Özü də Yahudi olur ağsaqqalda. Yəni, müsəlman olmayın. Yəni, fərqi yoxdur. Hər millətin olsun, böyüdün ölməsini sağlamaq lazımdır. Deyir ki, başlayın yavaş öz getmək, keçmir onu. Yubanır. Ta o ağsaqqal
Gedəndən sonra namazı geçiyor. Peygamber de namaz kılır. Peygamber namaz kılır. Namazın da namazlarından bilir de Allah namazı kabul etsin. Allah o namazın hatırından bize necət versin. Allahla danışdı ama. Peygamber gelip namazda rükû var da birinci rekitin rükûsunda duası var. Subhane Rabbiyel azim ve bihamdikəl. Oraya cənə namazı koşulmaq olur. Namazlarına yaxşı bilir, mən də deyirəm. O başlayır o uzalmaya orada Peygamber. Mesela bir kəlmə deməliydi, 10 kəlmə deyir. Ki İmam Əli yolda daxil gəlməlidir. Uzadı gəlib çatsın, koşulsun namaza. Orada əgər baxsa rükûda da Həzrət Əli koşulabilir bizə namaza. Gecikdiyinə görə. Görüldü Peygamber adamdır. Celalettin Rumi deyir ki, o kadar sözü uzattı, Həzrət Əli gəldi, çatdı, koşuldu. Namaz tutarandan sonra namazı çatdı. Sual verdiler Peygamber'e ki, sen neye göre uzattın? O duanı orada, rükûda. Dedim ben namaz kılanda ilahi tərəfdən hiss ededim ki, belimə kürəyimə o Celalettin Rumi yazılar. Hiss ededim ki, belimə kürəyimə neyse toxundu. Hiss ededim ki, mənə işarə olundu ki, biz kəlmələri uzat yine. Neyse mənə toxundu. Bəlkə de deyir ki, Cənab Cəbrailin qanadı idi. Mənim belimə toxundu. Ona göre duanı başladım çox oxumalar. Sen demək İmam Əli gəlirmiş, namaza geçişmesin, Allah hürmet edildiğine göre. Namazına gelip namazına geçişmesin, namazı elden geçmesin. Allah Teala ona bu yoldan işaret ediyor ki, gözde gelip koşulsun, şunu elediği iş təqdirə layık ki, böyükün ölmemiz. Allah böyüklerimiz var burada. Ahıllarımız var, aksakallarımız var, hanımlar var, konaklar var. Siz bizim böyük, biz sizin ökərlisiniz. Siz bizim böyükünüzsünüz. Sizin sayenizde insan bilmiyor. Kızılgül ağacı var ha. Kızılgül ağacı. Kızılgüle su verirsen, su verirsen. Bu kızılgül, bu suyu içi inkişaf ediyor. Kızılgülün dibinde olan tikan da onu için. Tikana hiç kim su vermez. Ama o tikan da kızılgüle su verdiğimize göre onun hesabına su içi. Ama mesele budur ki yaşayır iyice. Ama tikan göre bilsin ki suyu kızılgülün hesabına verirler ona. Biz həyat, biz de sizin hesabınıza yaşayırıq. Saqqalların hesabını yaşayırıq. Bərəkətimiz, neymətimiz, həyatımız. Siz saqqalların bərəkətdir, yoxsa biz kimə lazımıyıq? Siz olmasın, bizə kimə lazımıyıq? Ona göre bu nöqteyi nəzərdən deyirəm. Hamımızın ahıllar bayramı mübarək olsun. Hamımızın canı sağ olsun. Qonaqlarımız əl-artısız hoş gəlirlər. Burada olan insanların hamısının əllərindən yağlanma öpürük biz onu. Çünkü siz bizim böyüklərimizsiniz. Siz bizim meclislərimizin zinətlərimizsiniz. Biz sizdən qurbalıyıq. Mən ad sayına baxıb görəm burada. İnan hamımız məhəbs olmasına ona göre ad çəkdirəm. İnan, çəksən burada hamımız istəyirəm. Adını öyrəsək, hamımız əziz insansız məhəbsin. İcra müəllim. Gəl etsə həbib, gəl etsə təbii. Hər dərdə dərin, sən günəşdə mənə çıxarım. Gəl etsə təbii, hər dərdə əlac. Hər dərd ki var. Gəl etsə təbii, hər dərd günhanə əlac. Həkim gizlin dərdlərə əlac edeyə bilər. Gəl etsə təbii, hər dərd günhanə əlac. Amma edeyə bilməz, qəm hicranə əlac. Hicran qəminə əlac yoxdur ayrılır. Hicran müəllim, bizim belə ən əziz adamımızdır, onun simasında mənim ikəndə söz bilsən elə adamsan ki, bir qolun dindir, bir qolun idman. İdmanda biz yəni ki, sənə fəxr edirik, sən simanda bu insanların hamısını salam veririk. Çox sağ olun, var olun, minnətdaram və selamu aleyküm və rəhmətullah. Bakı kəndlərində olan insanlar salavat əməli adında. Çox adam tanıyardı, başına kəndlərində var. Salavat əməli. Günlərin bir gün mənim cavan vaxtım idi. Bu salavat əməli də axsaqlar. Çox müdürlük, hükmətli sözlər var. Çox belə ləzzətli mənim. Mənim cavan vaxtım idi. Uşaqlardan bir dedim, kameranı götürürüm. Mən sizi bir də ev adamın yanına aparacağım ki, müdürlük adamdır. Axsaqlar bunu gedək çəkəylə. Götürüb gəldim, Ağzaqlanın yanına, 82 yaşı var. Şirin söhbətlər elədi, gözəl söhbətlər. Sonra qalanda ağzımda bir ən cümlə sözdür. Mən bu cümlə sözü sizə çalışmaq istəyirəm. Danışa çəkənlərə dedi, kamera çəkənlərə dedi ki, mən söhbətlər elədim, mən ölüb gedəcəm, amma siz məni diriləcəksiniz.
Yani yıllarla daha böyle şeyler, güzel. Bu çekenlerin zahmeti çok hakikaten. Bunların maaşını borçluyum ki Allah canlarını sağlasın, Allah vücutlarını da atlısı çekimlemeler, hamı görün kimsizde. Yani size de minnettarlık verir ki, siz bizim zahmetimizi çekirsiniz. Daim sonra mehter gelince yaşatırsınız. Allah sizi yaşatırsın, ömrünüzün olsun. Sağ olun.